Məscid Quba məscidi adlanır. Öz adını burada həmin vaxtda yaşayan qəbilədən, quyulardan götürür. Burada Quba quyuları var idi. Və həmin qəbilə də o quyuların adı ilə Quba qəbiləsi adlanır. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm 13 il Məkkədə dövründən sonra artıq Məkkəlilər onu öldürmək istəyirlər. Və Rasulullah sallallahu aleyhi və səlləmə Allah subhanahu wa ta'ala hicrət eləməkdir. Və hicrət edərkən Peyğəmbər sallallahu aleyhi ve sellem təxminən 20 günə yaxın, 17-18 günə yaxın yolda olur və sonra həmin bu qəsəbəyə gəlir, yəni bu kəndə gəlir. Və Peyğəmbər sallallahu aleyhi ve sellem üçün inşa olunan ilk məsciddir. Yəni bu Quba məscidi Peyğəmbər sallallahu aleyhi ve sellem üçün İslamda ilk inşa olunan məsciddir. Lakin ayə var, Allah subhanahu ta'ala deyir ki, təqva üzərində qurulan məscid təmizlənmək üçün daha layiqdir. Sahabələr hətta o məscidin tikilişi zamanı Peyğəmbər sallallahu aleyhi ve sellem'dən soruşurlar ki, ya Rasulullah, yəni, o bu məsciddir, yoxsa məscidin nə bağlı, yəni Peyğəmbər məscidi. Peyğəmbər məscidi sallallahu aleyhi ve sellem deyir ki, o məsciddir, eyni zamanda bu məscidin də payı var, həmin o ayədə. Sahabələr Rasulullah sallallahu aleyhi ve sellem xüsusilə 6-cı günləri sevərdi bura piyada gəlib burada namaz qılmaq və həmçinin Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, kim bura gəlib 2 rükət namaz qılarsa, yəni söhbət yəni ən aşağıdan deyir Peyğəmbər sallallahu aleyhi ve sellem ki, yəni ən aşağısı 2 rükət qılarsa ümrə savabı var. Lakin kim istəsə daha artıq qıla bilər. Məsələn, zöhr namazına gəldin, zöhrü qıl, əsrə gəldin, əsri qıl, sübhə gəldin, sübhü qıl, duha vaxtı gəldin, duhanı qıl. İçəri girdin, məsəl üçün, salam niyyəti ilə 2 rükət qıldın, sonra sizə 2 rükət duha niyyəti ilə qıl. Lakin lap çox lazım deyil, çox lazım, çünki burada gecikirik, vaxtımız yoxdur. Eyni zamanda Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələri də burada gəlib, yəni o quyular ətrafında oturardılar, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmi düşünərdilər, bəzən sevinərdilər, bəzən ağlayardılar, kədərlənərdilər Rasulullah sallallahu aleyhi və səlləm üçün. Peyğəmbər sallallahu aleyhi və səlləm bütün sahabələri burada Peyğəmbər sallallahu aleyhi və səlləmi xatırlayırlar. Xüsusən də Abu Bakr, Ömər, Osman, Əli, Talha, Zübeyir. Onlar hamısı Peyğəmbərimiz sallallahu aleyhi və səlləmi burada xatırlayırlar. Rasulullah sallallahu aleyhi və səlləm. Çünki Rasulullah sallallahu aleyhi və səlləmin ən çox sevilən yerlərdən, sevimli yerlərdən. Lakin digər məsəl üçün minikdə demişdim ki, 3 yeri ziyarət niyyəti ilə evdən çıxmaq olar. Yəni Məkkə, Mədinə, bir də Qüds, Fələstin. Buranı isə evdən fərqi odur ki, yəni evdən buranın niyyəti ilə çıxmaq olmaz. Bura gəldikdən sonra buranı ziyarət edə bilərsən. Yəni fəziləti var, bir ümrə savabı. Lakin evdən Mədinəni qoyub buranın niyyəti ilə çıxmaq düzgündür. Evdən Məkkə niyyəti ilə çıxmalısan, yəni ümrə niyyəti ilə və Mədinə ilə gəldikdən sonra buranı da ziyarət eləmək olar. Yəni 4-cü fəzilətinə görə, İslamda 4-cü fəzilətinə görə olan məsciddir. Hansı ki, burada qılınan 2 rükət namaz ümrə savabıdır.